məsələni də çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, həcc ibadətinin insanın həm dünyəvi, həm axirət, həm fərdi, həm ictimai, mənəvi təsirləri çoxdur. Yəni bunu saymaqla bitməz. Amma biz görürük ki, bəzi insanlar var ki, bu ibadəti yerinə yetirdikdə bu faydalardan özlərini məhrum edirlər. Bəziləri ada görə gedirlər ki, ona hacı desinlər, hacı gəldi, hacı filan kəs. Yəni, məhz bu adı qazanmaq üçün həcc ziyarətinə gedirlər. Amma özlərini o haccın həqiqətindən kənarlaşdırırlar. Həcc ziyarətinin, həcc ibadətinin fəzilətindən özlərini uzaqlaşdırırlar. Yalnız və yalnız o adı qazanmaq üçün həcc ziyarətinə gedirlər. Və yaxud da ki, bir çoxları heç həqiqətini dərk etmədən filan kəs getdi, mən də gedim, qonşum getdi, mən də gedim, dostum getdi, mən də gedim. Məhz buna görə həcc ziyarətinə gedirlər. Amma həccin o həqiqəti ki var, gözəlliyi ki var, onu dərk etmədən gedirlər. Və yaxud da ki, bəziləri ümumiyyətlə nə üçün getdiklərini anlamırlar. Ki, bunlar hara gedirlər, niyə gedirlər, nə üçün gedirlər, gedəndə nəyə diqqət etməlidirlər, qaydanda nəyə diqqət etməlidirlər. Yəni, heç bir şeyə diqqət etmədən bu ziyarəti yerinə yetirirlər. Və nəticədə belə bir insanlar etdiyi əməllərə görə cəmiyyətdə insanların həcc ibadətinə qarşı mənfi fikirdə olmalarına səbəb olurlar. Ona görə də həcc ibadətini yerinə yetirən şəxs daha da diqqətli olmalıdır. Daha da çalışmalıdır ki, onun hansısa bir səhvinə görə, hansısa bir əməlinə görə həcc ibadətinə qarşı insanlarda mənfi fikirlər yaranmasın. Yəni, insan tam məsuliyyətlə dərk eləməlidir ki, mən hara gedirəm, niyə gedirəm, bu əməlin faydası nədir, bu əməlin fəlsəfəsi nədir, bu əməli yerinə yetirən zaman mən nə əldə edirəm. Yəni, insan bunu dərk edərək bu ibadəti yerinə yetirməlidir. Və çalışmalıdır ki, həcc ziyarətindən qayıdandan sonra öz əməllərinə diqqət etsin, davranışına diqqət etsin, öz sözlərinə diqqət etsin ki, onun hansısa bir əməlinə görə insanlar həcc ziyarətinə qarşı mənfi fikirdə olmasınlar. Allah hər kəsin ibadətini qəbul eləsin, Allah hər kəsin həccini qəbul eləsin. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuh.